Azərbaycanın Wattpad tərəfindən heç xəbəriniz var? Azərbaycan mafiyası. Mən tənbəl deyiləm. Ola bilər kollecdən gəlib yemək yeyib, biraz da telefonla oynayıb yata bilərəm. Ancaq bunlar əlbəttə tənbəllik deyil, şübhəli. Mən Röya Rəhmanlı Azərbaycanın Qəbələ rayonunda doğulmuşam. Özüm isə Sumqayıtda kollec oxuyuram. Sentyabrın 9-da 19 yaşım artıq tamam olub. Kollecdə ən yaxın podruqam isə Ayseldir. Bu biraz kitabdan çox sanki tərcüməyə hal yazırsan özün haqqında. Bu gün yenə yorucu bir gün idi. Mən digər qrup yoldaşlarım kimi kirayədə yox, xalamgildə qalırdım. Qohum evində qalmaq hər nə qədər yaxşı bir şey olmasa da müsbət tərəfləri də çox idi. Xalam burada mənim anam kimidir. Yeməyimi bişirər, xəstə olduğumda baxar, onun haqqını necə ödəyərəm heç bilmirəm. Bu arada bu cümlədə vergül qoymaq lazım idi, amma nəysə. Sanki hər şey çox yerindəymiş kimi bir tək bu qəribədir. Atam əsla başqa bir şəhərdə tək başıma qalmağıma icazə verməzdi. Hətta oxumağıma belə ancaq xalam ilə qaldığım üçün bu çox problem olmamışdı. Bu cümlə biraz qəribədir. Atamla çox aram yoxdur, amma onun məni sevdiyini bilirəm, ya da elə bilmək istəyirəm. Əl-qərəz axırı gəlmişəm bura və 3 ildir burada oxuyuram. Bu il isə mənim son ilimdir. Yəni klassik Wattpad qızı ailəsi ilə arası yoxdur. Podruqam Aysel artıq 1-ci kursun sonunda nişanlanmışdı. Hal-hazırda çox möhtəşəm bir münasibəti olmasa da nişanlı idi. Hətta qrupumuzda bir çox qız evlənmiş ya da evlənmə üzrə idi. Bu ay 2 qızımızın toyu vardı. Ya maşallah, siz də həqiqətən elə bir toy deyil də evlilik məkanıdır. Bir də ki, niyə bayaqdandı podruqa deyilir? Dost və ya rəfiqə sözünü işlətmək bu qədər çətin deyil. Mən və bir neçə qız qrupun evdə qalmışları idik. Məndən evlilik haqqında bir şey soruşduqlarında keçişdirirdim. Ya səncə o qızların 19 yaşında evlənməsi daha normal deyil? Yəni elə bir 39 yaşı var, yəni evdə qalmış falan deyir özünə. Doğrusu, bəxtim o qədər də yaxşı deyil, bibilərim sağ olsun. Məni ya narkoman ya da başdan xarab tapardı. Bir də harda ciddi var. Birinci kursun sonlarında bizim kollecin kənarında marketdə işləyən bir qaqaş mənə göz qoydu. Sağ olsun. 25 dəfə yox, 17 dəfə blok etməyimə baxmayaraq yenə də xalam oğluna bu işdə ümidli olduğunu deyib, hətta naz etdiyimi falan düşünüb. Yəni xalası oğlu ilə evlənəcəyini düşünüb. İnsanın işi və yaxud xarici görünüşü ilə əsla mühakimə edən biri deyiləm, ancaq bir insanı sevmirəmsə, deməli sevmirəm. Bunu bəzən qarşı tərəfə başa salmaq mümkün olmur. Yolda gələrək sizə danışmağı unutdum. 1-2 gündür məni narahat edən şəxs yenə arxamda gəlirdi. Piyada deyildi. Səhv etmirəmsə Mercedes markalı tünd qırmızı rəngdə maşını var idi. Həmin qaqaş söz falan göndərməmişdi. Çox güman ki, özü deməyə planlaşdırırdı. Bu artıq adi bir hal almışdı. Bizim kollecin önündə uzun bir sıra olar və oğlanlar da oradan qız bəyənərdi öz aləmlərində. Bəyəndikləri qızın arxası ilə gedər, söz göndərərdi. Belə sərəh saçma şeylər mən bu məsələlərə görə də çıxış yolu tapmışdım, saxta nişan üzüyü. Gülməli gələ bilər, ancaq çox işə yarayan yöntəm idi. Yöntəm sözü türkcə deyil, bizdə yöntəm deyə söz yoxdur məncə. Biri söz göndərəndə həmin zaman nişanlı olduğumu deyirdim. Yolumun uzun bir hissəsi getmişdi. Evimizdə sadəcə bir küçə qalmışdı. Bizim küçənin başında bir meçid var idi. Bu küçə o qədər də işlək deyildi. Çox zaman səssiz olardı. Meçidin yanı ilə evə doğru gəlməyə başladım. Dediyim o Mercedes markalı maşın da mənimlə birlikdə küçəyə girdi. Həyəcanlanmamışdım, deyib keçər deyə düşünürdüm. Kənardan heç bir səs eşitmirdim. Musiqinin səsi çox yüksək idi. Başımı əydiyim yerdən qaldırdım. Həmin o maşının gəlib yanımda dayanması ilə biraz qorxmadı desəm yalan olardı. Tötüm şəhbət çalırdı. Həmin matındakı qaqaş yerə düşdü. Bunu gördüyüm kimi addımlarımı tezləşdirdim. Bir an öncə oradan topuqlamaq istəyirdim. Hər halda mənim tezləşdiyimi anlamışdı, çünki o da tezləşdi. Qolumun tutulması ilə tez həmin adam tərəfə döndüm və qolumu sərt bir şəkildə vurdum. Adamın boyu biraz uzun, saçları seyrək idi. Hər nə qədər başında papaq qoysa da bilinirdi. Arı qeydi, 100% siqaret də çəkirdi, çünki ifunət qoxu gəlirdi. Düzdür, mənim də siqaret qoxusundan zəhləm gedir. Hər neysə, həmin adamın danışmasına icazə vermədən mən danışdım. Röya, siz kimsiniz? Mənə toxunma haqqını özünüzdə tapırsınız. Adam, xanım, əsəbinizi başa düşürəm, ancaq bircə dəqiqə məni dinləyin. Röya, sizi əlbəttə dinləməyəcəyəm. Siz mənə deyin görüm, sizi kim verib?
bu haqqı ki, siz məni izləyəsiniz. İndi də gəlib mənim istəyim olmadan mənimlə danışmağa çalışasanız. Adam, baxın, mənim sizdən xoşum gəlib. Sizin arxanızca gəlməyimin səbəbi sizin necə qız olduğunuzu görmək idi. Röya, hə elə? Ay qıqı, bunu bayaqdan de da. Deməli, məni tanımaq üçün arxanca gəlmisən, hə? Adamın siması biraz sevincək kimi olmuşdu, bu gözlərindən bəlli olurdu. Sizi mən polnu şikayət edə bilərəm, bir də sizdən xoşum gəlir deyir. Mən nişanlıyam, əziz canab. Adam, nişanlısınız? Bəli, nişanlıyam. Mən sizi araşdırdım. Barmağımdakı başın qədər üzüyü görmürsən sən? Hupingdir. Hər halda qaqaş sözdən başa düşmürdü, mənə yaxınlaşdı və qolumdan sərt bir şəkildə tutdu. Adam, yalan demə, səni araşdırmışam. O mənim özünə çəkməyə çalışırdı. Çox kinoya baxıb deyəsən. Sən də çox kinoya baxmısan. Tutduğu qolumu ondan xilas etməyə çalışırdım. Bu zaman arxadan güclü tormoz hər neysə o. Səsi gəldi, arxama baxdığımda qara bir maşın dayanmışdı. Mən bilən Vito markalı maşın idi. Maşının ön tərəfindən bir neçə adam çıxdı. Üzləri bağlıydı. Sonra üzü bağlı olan bir adam arxaya keçdi və qapıya açdı. Nə baş verir indi? Arxadan böyük iri bir adam düşdü. Qolumu tutan qaqaş məni necə qabağı itələdisə getdim, yapışdım yerə. Qara maskalı qaqaşların qabağında diz çökmüşdüm elə bir. Mən yerə düşər-düşməz böyük olan üzbağlı adam yanıma gəldi və məni yerdən qaldırdı. Elə mən durana qədər digərləri qaqaşın yanına getdi. Məni qaldıran o adam gözlərimə baxdı. Qara gözləri, kirpikləri isə uzun və sıx idi. Onun danışmağını gözləmirdim. Qara. Adamın adını Qara deyə yazıb. Yaxşısan Röya. Bəs bu qara adam mənim adımı hardan bilirdi? Bölümün sonu. Və dostlar, bu bölümün davamı yoxdur. Sadəcə bir bölüm yayınlanıb. Yəni Azərbaycan mafiyası ilə işimiz bu qədər. İkinci hekayə. Qatilim. Xoş gördük azğın pandalarım. Mahir, qaqa güvən mənə. Gəl deyirəmsə gəl da. Sənə deyirəm ki, oradakıların yarısı qardaş dediyimiz uşaqlardır ey. Bir-iki şəkil çəkib yaysaq, onlar piyasadan gedəcək, türklərin sözü olmasın, İrat. Nə olur olsun, nə işin var mənim petuxlarım barında, rədd olsunlar. Mahir, ay aman, unidə hörmətli uşaqlardır ey. Hətta belə bir xəbər verim. Bu nədir belə? Gör nə tapmışam, İrat. Jackson, yox bir James. Ala bir dəqiqə, Camal deyil bu. Mən üzücü taxtığıma görə mənə kişilik dərsi keçən. Oy bu. Mahir, ona görə deyirəm, gəl gedək, bunların yığışdıraq da ortalıqdan. İraz, yaxşı gələm. Görək başımıza nə iş gəlir. Ah, arxamda hiss etdiyim... Bir dəqiqə. Özümdən getməyə az qalmışdı. Neçə dəqiqə olardı məni dili ilə arxadan... Nə? Etiraz istədiyimi xatırlamıram. Yanaqlarımı sıxır oxşayır və bəzən vururdu. Əllərimi sinəsinə qoymuşdum. Bir müddət sonra başım hərlənməyə başladı. Bir dəqiqə. Bu belə başlamamışdıq hekayəyə. Yox, bunu oxuya bilmərəm. Bu çox ağır qaçar. Videom silinsin istəmirəm. Üçüncü hekayə. Tək buynuzlu at. Bu hekayə çox köhnəymiş. Yəni bunu yazan insan artıq yekə adam olar həqiqətən. Roza Bakıda yaşayan 11 yaşlı qızdır. O çox savadlıdır və bir çox istedadı var. Bu qızın hamını təəccübləndirən bir xüsusiyyəti var. O tək buynuzlu atlara inanır. Bu haqda onun hər şeyi var. Qələmi, dəftəri, saymaqla bitmir. Hər gün yenisini alır. Valideynləri böyükləri başa salsa da bir xeyri olmur ki, olmur. Günlərin bir günü o qərar alır ki, tək buynuzlu atı axtarıb tapsın. Bu haqda hamıya söz verir. Ham razılaşır. Çünki tək buynuzlu at yoxdur və o bunu öyrəndikdə tək buynuzlu atalara qarşı bağımlılığı bitəcək. Amma əhvalat fərqli olur. Bunu oxuduqca görəsiniz. Nə olacaq? Marağıma gəlir həqiqətən. İkinci bölüm, araşdırma. Roza araşdırmalar başlamışdı. Hansı sayta girsə bunun ya yalan olduğu ya da belə bir şey olub, amma dəqiq məlumat yoxdur yazıb. Uzun sözün qısası dəqiq məlumat yoxdur.
Üzgün smaylik. Roza qərar verdi ki, ən yaxşısı çıxıb şəhəri gəzsin, axtarsın. Bunun üçün anasından icazə istədi. Anası razılaşdı. Amma anasının razılaşmağı Rozaya biraz qəribə gəldi. Roza hər yerə diqqətlə baxırdı. Bu zamanda görmədiyi yerləri görürdü. Necə yəni, tək buynuzlu at axtarmaq üçün çölə çıxır və valideynləri də icazə verir buna? Çox qəribədir. 3-cü bölüm. Tək buynuzlu at. Artıq hava qaralmışdı. Roza isə bir şey tapmamışdı. O məyus idi. Roza ətrafına baxdı, amma harda olduğunu tapmadı. O arxaya doğru gedəndə qarşısına 2 yol çıxdı. Birindən rəngarəng işıq gəlirdi, o birindən isə heç nə. Roza işıqlı yol seçdi. Bu cırtdanın ağlına getdi deyəsən. O irəlilədikcə işıq daha da cürlanırdı. Birdən Roza bir şey gördü. Bu tək buynuzlu at idi. Rozanın ağzı açıq qaldı. Aman Allahım, bu tək buynuzlu atdır. Salam. At dedi, salam. Mənim adım Rozadır. Bəs sənin? Ulduz. Özün kimi gözəl adın var. Nə? Məgər mən gözələm? Əlbəttə çox gözəlsən. Məncə bu şəkildəki qız Luna daha gözəldir. Luna Londonda yaşayır. Başa düşmədim bir dəqiqə. Tək buynuzlu at buna şəkilmi göstərir? At necə şəkil göstərir buna? Yox, inan mənə sən daha gözəlsən. Ulduz gülümsədi və dedi: "İstəyirsən səni gəzdirə bilərəm." Hə, olar. Gəlmin mənə gedək. Yaxşı. 4-cü bölüm. Kiçik macəra. Onlar birlikdə uçurdular. Roza çox xoşbəxt idi. Onlar artıq dost olmuşlar. Dostlar həm mahnı oxuyur, həm də söhbət edirdilər. Birdən qarşılarına bir qarı çıxdı. O süpükədə oturmuş. Dostlar onun yanından keçərkən qarı onları saxladı. Niyə icazəsiz keçirsiniz? Roza dedi. Oh, bağışlayın, buranın sizə aid olduğunu bilmirdik. İcazənizlə keçə bilərik? Yox. Niyə? Çünki at icazə almayıb. Ulduz dedi. Bağışlayın, icazə istəməli olduğumu bilmirdim. Keçə bilərik? Qarının görünümü dəyişdi. O çox gözəl oldu. Ona heç qarı demiş olmaz. O gülümsəyərək dedi. Mənim adım xanımdır. Mən sizin səbrinizi sınayırdım. Dostlar və xanım yollarına davam etdilər. Nə baş verir indi? Mən nə oxuyuram? 5-ci bölüm. Birdən bir səs gəldi. Bu Rozanın anasının səsi idi. Sən demə Roza yuxuda imiş. O araşdırma apararkən yuxulayıbmış. Roza birinci kədərləndi, sonra sevindi. Bu onun gördüyü ən gözəl yuxu idi və bunu unutmayacaqdı. Plot twist yaşadım, inana bilmirəm. Bu platforma üçün çox məsumdur. O sadəcə My Little Pony fanatı olan balaca bir qızdır və öz saf məsum hekayələrini yazmaq istəyir.